Salam, axşamınız xeyir uşaqlar. Bugün kodlaşdırmanın izahlarına baxaq. Başlayaq ilk sualdan. Bir qələm götürək elə. İlk sualda nə deyir? Konferans zalında əyləşən 180 stul üçün mövcud stulun hər birini kodlaşdırmaq üçün ən azı bizə neçə bit lazımdır? 180-i 2-nin qüvvətləri arasına salsaq, 2 üstü 7 ilə 2 üstü 8 arasında yerləşirmi? Yerləşir. Ona görə nə götürürük? 8 bit. Eynən, bax, burada deyir, 220 müxtəlif rəngi kodlaşdırmaq tələb olunur. Bu kodlaşdırma zamanı rəng dərinliyin minimal miqdarı. Yəni 220 2-nin qüvvətləri arasında. Yəni 2 üstü 7 ilə 2 üstü 8 arasındadır. Bəli, eləyir 8 bit. Ha, cavaba baxaq. 8 byte var. Çaşdırmasın sizi. Byte yox. 8 bit. 8 bitin də 1 byte eləyirmi? Eləyir. Qrafik redaktoruna aid deyil. Qrafik redaktoruna aiddir. Məsələn, birinci qrafik redaktoruna aiddir. Bu raster qrafikasıdır, proqramıdır. Adobe Freehand vektor qrafikasının proqramıdır. Və burada Access aid deyil. 100%. Access aid deyil. Bir də e, Find Office Writer. Ha, bir də ikinci aiddir. Baxın, Access-lə 2. 2, 4. Elektrik siqnallarını rəqəmsal şəkildə çevirən qurğu analoq rəqəmsaldır. Baxın, var ADC, bir də var DAC. D, belə deyək, A analoq kimi yadda saxlayın. Analoq rəqəmsal. DA rəqəmsal analoq. A hərfindən sizə belə deyək də bir şifrə kimi analoq rəqəmsal. ADC. Bu demək ki, analoq rəqəmsaldır. Amma DAC rəqəmsal analoq çeviricidir. Bizdə də burada rəqəmsal çevirici dediyinə görə, yəni analoqda rəqəmsala. Ona görə də analoq rəqəmsal DA, ADC-ni götürürük. 1028 bunlar qoyun. Fikrini eləyək sonra. Ha. 2048 simvoldan ibarət olan informasiya həcmi 213 bittir. Əlifbanın gücü. Əlifbanın gücü düsturu nə idi? Simvol vuraq x bit bərabərdir həcm. Burada simvolumuz var. Var. 211. Yəni 2048. Vuraq x bit. Biz bilmirik axı nə qədərdir. İnformasiya həcmi də 213 bitdir. Buradan x-i tapırıq. X bərabərdir 213 böl 211. Qaldı mı 202, yəni 4. Biz tapdıq 4 bit, yəni hər simvola düşən həcmi. Amma bizə deyir ki, əlifbanın gücünü tapın. Yəni 2 üstü 4 bərabərdir 16. Əlifbanın gücü 16-dır. Ümumi simvol sayı. 6-cı sualda nə deyir? Qrafik təsvir. Təsvirim. Qrafik təsvirin hər bir rəng dəyərini 32 bitlə kodlaşdırılırsa, mümkün palitrada nə qədər rəng var? Baxın, Vüsal, Mətin, Rəvan. Üçünüz daha çox diqqətli olun, çünki bu dərsi təzə keçmisiniz. Mən dedim, qrafik təsvir, yəni şəkil hər hansısa. Məsəl üçün, xətlərdə çəkmişik, piksellərdir. Baxın, bizə deyir ki, qrafik təsvirin hər birinin rəng dərinliyi, yəni hər bir rəngin. Yəni, bura nə düşür? Bir rəngi nə qədər düşür? 32 bit. Demək bir dərinlik daha doğrusu piksel daha doğrusu 32 rəngdirsə ümumi çalar nə olacaq? 2 üstü 32. Yəni ümumi 232-dən rəng olacaq. 7-ci sual. 128 simvol, daha doğrusu 128 simvollu. Baxın, simvollu deyir. Onda bir simvolumuz neçə bitdir? 7 bit. Yazılmış məlumatın həcmi 350 bitdir. Yəni bir simvolumuzun həcmi 7 bitsə, bir simvolumuzun həcmi, hətta başa düşməsəz tənassüf kimi 7 bit. X simvolumuzun həcmi 350 bitdir. Baxın, deyir ki, məlumatın həcmi 350 bitdir. X bərabərdir nəyə? 50-yə. Demək, neçə dənə simvol var ümumi? 50 dənə simvol var. Və 50 simvol deyir. 1024 simvol belə yaz. 50-ni vururuq nəyə? 10-a. 1024 210 demək deyil, yəni 10 bit. Bu deyir neçə? 500 bit. Rahat, asan bir sual. Sonra 8-ci sual.
128 simvol əlifba ilə kodlaşdırılmış. Bax, görün neçə hərf var. Yəni bir simvolumuz 7 bitdir. Çünki 128 simvol deyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11-i vuruq nəyə? 7-yə, yəni 7 bitə. Daha açıq yazaq. Bu deyir neçə? 77 bit. Demək ki, informasiya həcmi nə qədər imiş? 77 bitdir. Keçək növbəti suallara. 9-cu suala baxaq. 9-cu sualda nə deyir? Kompüter qrafikasının tətbiq sahəsi. Bunları əzbərləməlisiniz. Təcrübi, qrafik, nədir o pislər? İşgüzar. Yəni, bunlar əzbər bilməlisiniz. Vektor qrafikasına aid olan proqramı müəyyənləşdirin. Baxın, sizə keçən dəfə ipucu verdim. Vektor və raster. Rasterda foto, image, raster qrafikanın proqramların içərisində bir də var Paint. Bu sözlər varsa, bu raster qrafikasına aiddir. Baxın, Paint var. Photo Paint var hətta. Foto var. Paint var. Aa, burada yoxdur. Demək bu nədir? Vektor qrafikasınındır. Hansı proqram qrafik redaktoruna aid deyil? Oracle. Oracle qrafik redaktoruna aid deyil. Bunlar amma Photoshop, Freehand, Paint, Sketch qrafik redaktoruna aiddir. Raster qrafikasına aid olan seçi. Paint var. Demək biri bu ola bilər. Burada da Paint var. Yenə ola bilər. Image var. Ola bilər. Baxın, Adobe Flash, Incase, Sketch. Bunlar vektor qrafikası. Amma Paint, Image bunlar nədir? 1, 3, 6 vektor qrafikası. Raster qrafikasıdır. ASCII standartı ilə ən çox neçə simvol kodlaşdırmaq olar? Bir simvolumuz 8 bitdi. 208 də 256 simvol. Unicode sistemində yazılmış student sözünün informasiya miqdarını müəyyən edin. Uşaqlar, Unicode sistemində bir simvolumuz neçə bayt idi? 2 bayt idi. İndi baxaq. 1, 2, 3, 4, 5, 6, 7. 14 bayt. 14 bayt yoxdur. Demək ki, bitlə verilir. 14-ü də vuranda 8-ə 112 bitdi. www.dim.gov.az ifadəsini burada ASCII ilə soruşur. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 bayt dedi. 224. Gəlin bunları çıxın edək. Bunları həll edək. Üstü 24 sayda müxtəlif rənglə kodlaşdırılmış qrafik təsvirin hər bir pikselinə, yəni ümumi say nədir? Ümumi say 224-dür. Bu çalardı, ümumi çalardı. Bəs bir nöqtəyə düşən, əgər bir nöqtəyə düşən dərinliyi soruşursa, neçə olacaq? 24 bit. Bir nöqtəmiz 24 bitdə həcmi, amma ümumi çalarımız 224-dür. Burada cavab 24. Kod uzunluğu 3 elementdən ibarətdir. Elementlərin hər biri 2 müxtəlif vəziyyətdədirsə 2 vur 2 vur 2 8 vəziyyətdir. Burada da 5-dir, burada da 125 vəziyyətdir. Yəni 5 vur 5 vur 5. Rəng dərinliyi bir dənə burada neçə oldu? Görmədim. Rəng dərinliyi 3 bit olarsa palitrada rənglər. Baxın, yenə deyirəm. Şəkildir, görürsüz. Dərinliyi 3 bitdir. Yəni bura düşür nə? 3 bit. Ümumi palitrada isə 2 üstü 3 neçə rəng edir? 8 dənə rəng var demək. Verilmiş mətn 32 simvolu bir əlifba kodlaşdırıldığını bilərək 40 bitlə kodlaşdıran sözü müəyyən edin. Bir simvolumuz deyir. Bir simvolumuz 32 bitdir. Daha doğrusu bir simvolumuz 5 bitdir. Yəni 32 simvoludur. X simvolumuz 40 bitdir. Demək burada x nədir? X bərabərdir. 40-ı 5-ə böləndə 8. Yəni 8 hərfli bir söz olmalıdır. Baxaq. 2, 4, 6, 7 bu keçdi. 1, 2, 3, 4, 5, 6, 7 getdi. 1, 2, 3, 4, 5, 6 bu da 7'dir. 2, 4, 1, 2, 4, 4. Ya 8 notebook. 8 hərfli sözdür. Skor 279 sözü 64 simvollu əlifba standartı ilə kodlaşdırılır. 64 simvollu əlifba standartı deyirsə 2 üstü 6. Yəni hər bir simvolumuz 6 bitdir. Ona görə də baxaq sayaq gör neçə dənə hərf var? 2, 4, 6, 8, 10 dənə. 10 dənədir. Səhv sayıb 9 dənə, 9 dənə. Alt dəfədə 9-un eləyirmi uşaqlar? 54 bit. Alt dəfədə 9-un 54 bit eləyir. Keçək növbəti suallara. 20-ci sual getdi.
Baxaq 22-ci suala. Bizdə burada deyir, baxın rastr qrafikası yenə. Rastr qrafikası dediyinə görə bu birinci rastr qrafikasıdır. Point sözü var. Sonra yenə point sözü var. 4, 1, 4. Burada Adobe Flash, hə, Flash vektordur. Schedule vektordur. Inkscape, bu nədir? Hə, bu da vektordur. Cavab elə 1, 4-dür. Verilmiş cədvəl fraqmentine əsasən informatika sözünün şifrəsini müəyyən edin. Bu çox asandır. İ hərfi, nida, nida ilə başlayırıq. Bunları sildik ona görə. N hərfi 4. Baxın, nida 4. Sonra in, f hərfi 3. O hərfi 2. In, for. 4, 3, 2. Baxın, elə burada var. 4, 3, 2. Davamı da belədir. Yəni, hansı hərf, hansı rəqəmə və yaxud da ki, simvola uyğun gəlirsə, odur. Raster qrafik redaktorunu seç. Point var. Var. Demək biri budur. Point var yine. Sonra photo point var. 1, 3, 6. Cavab devam et. Raster qrafik faylların uzantısı tapaq. Bəli, tapaq. AV səsdir. Ona görə A variantı ola bilməz. Doc mətindir. Ola bilməz. XLS bu Excel aiddir. PPT PowerPoint aiddir. Baxın. Raster qrafikası. Sonra musiqi alətlərindən çıxan səslər əsasən hansı fayl genişlənməsində saxlanır? PPT bu deyil. Bu fayllar da ODG-dir, PNG-dir, BMP-dir, MIDI. Səs faylları MIDI, WAV, AV. RGB modelinə əsasən rənglər. Baxın. Red, green, blue. Yəni qırmızı, yaşıl, göy. Göy, yaşıl, qırmızı. Yəni. A-qara təsvirin, raster təsvirin informasiya həcmi 512 bayt olarsa, təsvirdəki piksellərin sayını tapın. Buradan beləsini tapın. Baxın. A-qara. A-qarada dedik, yəni monoxronda 1 bitdir. Təsvirin həcmi də 512 baytdır. Piksellərin sayıdır, yəni 512-ni bit olduğuna görə çeviririk bitə. Piksellərin sayını vururuq 8-ə. Bu da eləyir 209, 203, 212, 4096. Yəni bir monoxronda A-qarada bitdir. Ona görə mütləq ki 512-ni eləməliyik, bitə çevirməliyik. O da eləyir 4096. Bu say sistemindən bir sualda gəlib düşüb bura. Yenə də hesablayaq. 2, 4 dənə də 1 var. 6, 6 hesablayırıq. 1, 0, 1, 1, 0, 0. 1 ilə 0, 1. 1 ilə 0, 1. 1 ilə 1, yenə 0 yazıram. 1 yadda, 0 yazıram. 1 yadda, 0 yazıram. 1 yadda, 1 yazıram. 1 yadda, 1 yazıram. 1 yadda. Daha doğrusu ön atım. 1, 1, arada 3 dənə 0, 2 dənə 1. Niyə cavabda yoxdur? 6, 6 düz yazmışam. Demək 0, 2, 4, 6. 2, 4, 6. Yox, 7-dir. Burada 2, 4, 4 dənə 1 var hətta. Ha, 4 dənə 1 var. Mən səhv yazdım. 1, 1, 0, 1, 1, 1, 1. 0, 0, 2 dənə 1, 0, 1. Aha. 1, 1. 0 yazıram 1 yadda. 1 yazıram 1 yadda. 1, 0 yazıram 1 yadda. O da 1 yenə 0 yazıram 1 yadda 1. 1, 2 dənə 0, 1, 1, 0, 0, 1. Bu cür. Sonra qrafik təsvir 2 üstü 12, yəni 4096 rəng çaları paytasına yazılır. Bu paytada rənglərin sayı, yəni 2 üstü 8 dəfə azalıb. Qrafik təsvirin həcmi necə dəyişir? 2 üstü 12-dən 8 dəfə azalıbsa, əgər üstlər çıxır, yəni 2 üstü 12-dən düşür 2 üstü 3-ə. Əvvəl 12 imiş, sonra 3 olur. Neçə dəfə azalmış olur? 4 dəfə azalıb. 4 dəfə. Geçək o suallara. Birinci sualda nə deyir? 3 səhifədir. Baxın.
Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə. Üç dənə səhifənin ümumi həcmi nə qədərdir? 2600 bayt. Deyir ki, hər səhifədəki informasiyanın həcmi özündən gələn informasiyanın həcmi 3 dəfə azdır. Yəni, bura tutaq ki, x-sə, bura 3x, bura da olur 9x. Ümumi toplayıram. 20 13x bərabərdir 2600, x də bərabərdir 200. Simvol tapdıq 200. Və mənə deyir ki, Unicode-la yığılıbdır. İkinci və üçüncü səhifə. Demək 3x vuruq. İkinci səhifəmiz nəyə deyir? 200-ə vuranda 600. Üçüncü səhifəmiz deyir 1800. Amma Unicode-la yığılıb. Ona görə nəyə bölür? 2-yə. 2-yə böləndə də bu 300. Yəni Unicode-la yığıldığına görə 600-dür. Bu da 900. 300 və 900 olur cavab. C variantı. Sonra rəng 256 rəng çalayı parçada ölçü var. Ölçümüz nə qədərdir? 2 üstü 8 vuraq 2 üstü 9. Yəni 256 vur 512. 256 rəng çaları deyirsə biz dərinliyi taparıq. Dərinliyimiz nə deyir? 8 bit. Baxın, 256 rəng çaları deyirsə dərinliyimiz nədir? 8 bit. Yəni 256 neçədir? 2 üstü 8 deməkdir. Bu təsvirdəki rəng çaları 16-ya endirərsək həcmi necə dəyişir? Birinci biz 8 bitlə tapaq. Özə kilobayta çevirək. Böləm 212. 217, 220. 213-ə böləndə 128 kilobayt. Baxın, bu çalar 16-ya enibdir. Yenə 2 üstü 8 vur 2 üstü 9 ölçünü yazıram. Çalar 16-ya enibsə demək ki bu nə edir? 4 bit eləyir. Bölürəm nə? 213-ü. Bu da bərabərdir. 217, 219. 219 bölü 213. Qalır 64 kilobayt. Əvvəl, yəni 256 rəng çaları ilə elədi 128 kilobayt. Amma 16 rəng çaları ilə elədi 64 kilobayt. Neçə dəfə azalıb? 2 dəfə azalıbdır. Növbəti suala baxaq. 16 simvolu əlifba ilə kodlaşdırılmış sözün ikilik kodu. Bunu uşaqlar bilirsiniz, keçirəm üzərindən. 16 simvolu deyirsə 4-4 bölürük və müəyyən buradakı sözlərə uyğun gətiririk. Raster görüntünün çevrilməsi zamanı ümumi rəng çaları raster görüntünün çevrilməsi zamanı. Yəni 212-dən 2 üstü 3-ə qədər dəyişdirildi. Bu informasiyanın həcmi 4 dəfə azaldı. Sonra keçək növbəti suala. 5-dən başlayaq. Bunlar çox maraqlı suallardır. Mətn failinin hər səhifəsində 32 sətir. Düsturumuz nədir? Düsturumuzu yenə yazıram. Səhifə, vur, sətir, vuraq, simvol, baytla bərabərdir həcm. Demək, 32 sətir, vuraq 64 simvol, vuraq 80 səhifə. Və deyir ki, bu məlumat ASCII standartı ilə yazılıb. Yəni, hər bir simvolumuz 1 baytdır. Kilobayta çevirilir. Yəni, bölünür. Bura bayt olduğuna kilobayta nə edirik? 210-a bölürük. Bu da bərabərdir. 2 üstü 5, 2 üstü 6, 2 üstü 11 elədi. Sağ getdi, burada 2 qaldı. 160 səhifə. Cavab 160 səhifədir. Eynisi burada da var. Baxın, burada Unicode-la verir. Unicode-la verirsə eyni məsələ. Sadəcə birində ASCII ilə verir, birində Unicode-la. Unicode-la verirsə nə edirik? Bir dəfə 2-yə vurur. 160 nə olur? 320. Sadəcə yenə deyirəm, eyni məsələdir. Birində ASCII ilə verir, birində Unicode-la verir. ASCII-də bir simvolumuz 1 baytdır, Unicode-da bir simvolumuz 2 bayt. Ona görə 2-yə vurur. Sonra ölçüsü 2 üstü 8 vurur 2 üstü 8. Baxırıq 37-ci suala. Vuraq deyir. Bir dənə bunu silim, gözləyəm. Ha. Qrafik təsvirin həcmi də A, düstur nə idi? Vuraq. B, vuraq. X1, yəni dərinlik bərabərdir həcm. Bizə nə deyir? Ölçü verib. 256 vuraq. 256 vur. Bitimiz neçədir? 216 sayda rəng varsa, bir rəng dərinliyimiz 16 bitdi. Bizə həcmi nə ilə soruşur? Kilobaytla. Yəni nə edirik? Böyük 213. 2 üstü 8, 2 üstü 8, 2 üstü 16, bu da gəlir 220. Bölürəm 213. Qalır 128 kilobayt.
Sonra növbəti sual. Ölçü var. 2 üstü 7. 38-ci sualda baxaq. Bura 2 üstü 7. Biz tapmalıyıq burada rəng çalarını. Vuraq x bit bilmirik. Amma həcm var 32 kilobayt. X bit bərabərdir. 32 kilobaytı 2 üstü 5 vuraq 2 üstü 13 kimi yazırıq. Bu da aşağıda 2 üstü 14. 2 üstü 7 ilə 2 üstü 7 toplar 2 üstü 14. İxtisar gedir 2 qalır 2 üstü 4 16 qalır. 16 dərinliyi tapmışıq. 16 bit dərinliyi tapdıq. Aha, bizdən çalar istədiyinə görə nə edirik? Bu da olur 2 üstü 16. Çalar, ümumi çalar 2 üstü 16. Sonra 39-cu sualda. Ne deyir 39-cu sualda? A vuraq B. Ölçü yoxdur. Bilmirik ölçümüz nədir. A vur B. Piksel olan monoxrom. Monoxrom ise 1 bitdir. Bu da bərabərdir 2 kilobayta. Deyir ki, A vur B hasilini tapırıq. Buradan da A vuraq B bərabərdir 2 üstü, yəni 2 vuraq 2 üstü 13. Bitə çeviririk. 2 üstü 14. Cavabda baxaq hansı uyğun gəlir? 2 üstü 7, 2 üstü 8, 2 üstü 15 elədi. 2 üstü 9, 2 üstü 8, 2 üstü 17 elədi. 2 üstü 10, 2 üstü 9, 2 üstü 19 elədi. 2 üstü 5, 2 üstü 10, 2 üstü 15, amma 2 üstü 8 ilə 2 üstü 6 eləyir 2 üstü 14. Keçək növbəti suallara. Bir dənə burada 40 qalır, 40-ı keçirtməyəm tərəfə burada izah edeyim. Baxın, true color, RGB. RGB-də dediyim nə idi? 3 byte idi və yaxud da ki 24 bit idi. 2 üstü 8, baxın, vuraq. 2 üstü 9 ölçünü yazdıq. RGB ilə isə vururam 24 bitə. Fərqi yoxdur, 3 byte vura bilərsiniz. Kilobayta çevirdirsə bölürəm 2 üstü 13'ü. Burada da cevap alınır 384 kilobayt. Keçək o bir suallara. 45 yaxud da 50-yə qədər izah edeyim. Növbəti qalanlarını özünüz evdə yazasınız. Python-da 256 rəng olan qrafik təsvirin informasiya həcmi bu qədərdir. Təsvirin ölçüləri aşağıda. Yəni A, vuraq B, bilmirik təsviri. Python-da 256 dənə rəng varsa, yəni ümumi rəng çaları 256-dırsa, bir rəng dərinliyi nə qədərdir? 8 bitdir. Bərabərdir həcmimiz nə qədərdir? 128 kilobayt. Ha, buradan A vur B-ni tapaq. Əsas yerinə qoymaqdır. 128 207-dir. Kilobaytını da bitə çevirməliyik. Vurmalıyıq 213-ü. Bölürük nəyə? 203-ə, yəni 8-ə. Bu da 217 ixtisar gedəndə. Bax, burada 217 hansıdır? Baxaq görək. 209, 19, 8, 9, 8 ya. 209 ilə 208 nə edir? 217. Əgər rəng dərənliyi 9 bit olursa, Pythonda rənglərin maksimal sayı nə olar? 9 bitsə bu da 209. Yəni 512 rəng ola bilər. Sonra burada maraqlı. Məsəl üçün baxağın 45-ci sual əsas. Çünki burada nə var? Sürət də var. Deyir 1 saniyədə 64 bit verib bizə. X saniyədə dəqiqəyə çevirəcək. Sonra mütləq amma saniyə ilə yazıb sonra dəqiqəyə çevirəcək. 24 sətir vuraq 16 simvol vur 160 səhifə və 1024 simvol əlifbanı. Yəni vururam 10 bitə. Və diqqətli olun. 24 sətir, 16 simvol, 160 səhifə və 1024 simvol, yəni 10 bitə vurun. Buradan x-i tapıram nəyə? 24 vur 16 vur 160 vur 10 böl 64. Yəni 206. Bunlar hamısı ixtisar gedəndə ən sonda yəni saniyəyə də çevirəndə bir də 60-a bölürük. Çünki nə edirik? Dəqiqə çeviririk daha doğrusu. Bunlar ixtisar gedəndə qalır 160 dəqiqə. Fotoşəkil eyni məsələlər də bunları izah eləmirəm. Eyni tiplər lazım deyil. Bu məsələlərə. Demək uşaqlar 59 60-a qədər 60-a qədər yaza bilərsiniz.
Əslində 60-dan da o tərəfə yaza bilərsiniz. Uşaqlar, baxın, məsəl üçün 61-ci sual qalsın. Burada 61-ci sual qalsın. 73-ə qədər. Ümumiyyətlə 73-ə qədər və 61-ci sual qalsın. 73-dən o tərəfəsini təkrar izah eləyəcəm. Qalsın qalanları.